Zaman dəyişsək də, tarixin axarını dəyişən böyük ideyalar və sarsılmaz siyasi iradə hər dövrdə özünü büruzə verir. 32 gün.az yazır ki, 2000-ci ildə Bakıda keçirilən türk dilli dövlət başçılarının 6-cı zirvə görüşündə çəkilən fotolar Azərbaycanın bu coğrafiyada oynadığı bünövrə rolunu bir daha xatırladır. Həmin tarixi toplantıda ümummilli lider Heydər Əliyev uzaqgörən rəhbər fəhmi ilə türk dünyasının bir araya gəlməsi üçün strateji platformanın möhkəm təməllərini atırdı. 15 may 2026-cı il tarixində də Qazaxıstanın Türkistan şəhərindən gələn görüntülər həmin strateji xəttin hansı zirvəyə ucaldığını əyani şəkildə nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının zirvə görüşündə qətiyyətli duruşu ilə diqqət çəkən Prezident İlham Əliyev atasının siyasi irsinin ən layiqli davamçısı olduğunu birmənalı olaraq sübut edir. Bakı samitində cəmiyyətə və dünyaya hələ yeni aşılanan həmrəylik toxumları Türkistanda artıq qlobal güc mərkəzinə çevrilən nəhəng bir təşkilatın reallığıdır. Azərbaycanın dövlət başçısı ata vəsiyyətinə sadiqlik nümayiş etdirərək təkcə öz ölkəsinin maraqlarını qorumur, həm də bütün türk coğrafiyasının vahid güc kimi çıxış etməsinə birbaşa rəhbərlik edir. Onun rəhbərliyi altında qazanılan Qarabağ zəfəri və regionda yaradılan yeni geosiyasi reallıqlar bu ilki Türkistan samitində Azərbaycanın nüfuzunu ən yüksək nöqtəyə daşımışdır. İki dövrü birləşdirən bu 4 fotoşəkil sadəcə rəsmi görüşlərin xronikası deyil, həm də Heydər Əliyev məktəbinin siyasi varislik xəttinin rəsmi sənədidir. Zaman fərqinə baxmayaraq, liderlərin baxışlarındakı eyni qətiyyət və hədəf birliyi Azərbaycanın xarici siyasətindəki sarsılmaz sabitliyin göstəricisidir. Dünən Bakı kürsüsündən gələcəyin konturlarını cızan müdrik siyasət Türkistan masasında konkret əməkdaşlıq formatları ilə dünyaya səs salır. Heydər Əliyevin başladığı missiyanı zəfərlərlə taclandıran İlham Əliyev türk dünyasının birliyini sadəcə bir arzudan real və qüdrətli bir ittifaqa çevirməyi bacardı. Şəkillərin pərdə arxası mənasını oxuyarkən bəlli olur ki, Bakı samitinin ideoloji bünövrəsi olmasaydı, Türkistandakı qətiyyətli addımları görmək mümkün olmazdı. Bu varislik fəlsəfəsi Azərbaycanın həm öz daxilindəki, həm də beynəlxalq arenadakı sarsılmaz gücünün və böyük gələcəyinin ən etibarlı təminatıdır. Yazdı Nilay Özsöz. 32 gün.az